Özünüzü təqdim edin. Həsənova Mətanət Əmanət qızı. Mətanət xanım, şikayətiniz nədir? Şikayətim odur ki, mən bir həftədir, yəni çox pis stresslər keçirmişəm. Heç yaxşı deyiləm. Səbəb? Səbəb odur ki, birinci növbədə mən bir Naxçıvanlı kimi utandım. Öz Naxçıvanlarımdan utandım ki, 3 dənə Naxçıvan oğlu çıxıb canlı yayımlarımda mənim çörəyimə bahis olur. Güya mən hansı şəhid ailələrindən pul almışam. Canım da qurbandır. Mən şəhidlərimizi oxumuşam da. İmkanım çatsa yenə də oxuyaram. Qazilərim çoxu da məni tanıyır. Mən də onları tanıyıram. Çox istəyirəm. Vətənpərvərəm. Burada özünü tərifləməyin yəni bir anlamı yoxdur. Hamı baxır, görür, bilir nədir, nə deyil. Mənim bu ölkəyə 1 qram ziyanım yoxdur. 2 dənə də canavar uşaq böyüdürəm. Çempion uşaqlardır. Avara uşaq da böyütmürəm. Nətər deyim? Küçə uşağı böyütmürəm. Əziyyətlə 2 dənə əsgər uşaq böyüdürəm mən bu ölkəyə. Canlı yayın platformasında məni təhdid eləyir. Üzər şıram atacam deyir. Sən Türkiyə konsulusuna girən kimi səni silahla vuracağıq. Biz varabuz qoyuq. Biz belə aləmiyik. Biz nə bilim bu tərəfiyik, biz o tərəfi. İndi hər şeyi danışa bilmirəm də mən burada. Yəni sizə hədə qorxu gəlirlər. Hədə qorxudur. Ondan sonra uşağımın ağzı özü söyləyib, üzr istəyirəm burada. Təhqir olunur. Təhqir çox belə yüksək səviyyədə təhqirlər. Yəni hamısı mənim telefonlarımdadır. Mən də buradan xalqımıza səslənirəm. Burada Türkiyədə yaşayan Azərbaycanlılarımıza səslənirəm. Mən bilirəm, onlar da neçə illərdir vətənlərindən uzaq, ölkədən uzaq, qürbət diyarda yaşamaq əlbəttə ki, yaxşı bir şey deyil. Allah bizim vətənimizi qorusun hər zaman. Mən Azərbaycanda olmağıma çox rahatam. Yəni mən çox sevirəm. Burada sonra yazacaqlar ki, nə bilim yaltaqsan, nə bilim nəsən. Vallah billah mən öz səmimiyyətimlə deyirəm ki, mən Azərbaycanda rahatam. Xanım, siz bu məsələ ilə bağlı hara müraciət eləmisiniz? Mən polis bölməsinə şikayət eləmişəm. İndi onun burada adını çəkmək istəmirəm. Polis bölməsinə 102-yə, yəni zəng eləmişəm. 102 qaynar xəttə qaynar xəttə müraciət eləmişəm. Siz də sağ olun ki, gəldiniz mən bir xanım kimi dərdimə şərik oldunuz. Mən bir həftədir, yəni mən isyan eləyirəm. Mən bir həftədir mənim balalarımın yedi-içdiyi zəhər olub. Mənim özümün bir həftədir ki, əhvalım heç yerində deyil. Hətta mən sizə də göstərdim. Mənim başımda, qolumda şişlər var. Ayaqlarım şişməyə başlayıb. Zobum var, zəhəri zobdur. Panikata xəstəliyi əmələ gəlib məndə. Səhər saat 8-lərə qədər mən yatmıram. Çıxırlar canlı yayımlarda, mən hədə qorxu gəlirlər. Nə bilim, mənim balalarıma söylürlər, mənim ailəmə söylürlər. Bütün mənim dostuma, tanışıma yığıb söylürlər. Ağızlarına gələn, mənə deyirlər sən barikasan, mənə deyirlər ki, sən narkotik çəkənsən. Gəlsinlər bu dövlət, bax bu bütün ürəyi istədiyiniz polisləri göndərin. Gəlsin mənim qanımı analizə versin. Yəni analiz eləmişəm, evdədir cavabı. Onlar da gəlsin elətdirsin, görün məndə o elə bir şeylər varmı? Xanım, həmən şəxslər kimlərdə adlarını həmən bilirsiniz? şəxslər Şərur rayonunun utansınlar yerə girsinlər. Şərur rayonundan Abbasov İlqardır. Axəmət kəndindəndir. Şərur rayonu Axəmət kəndi. Sonra Şərur rayonunun Qarxun kəndindəndir. Səfalı Vəfalı qardaşlarıdır. Onun bir qardaşlarının biri. Atası güya ki avtoritet olub Elxan addır. Anası Safuradır. Bir də Veysel səhifəsi ilə Vüsaldır. Naxçıvanlı. O da Şərur rayonunun əsli Keşdazdandır. Şərur rayon özündəndir. Qardaşı Ceyhun hal-hazırda Şərurda taksavatlıq eləyir. Özü də üzr istəyirəm buradan, analardan, bazılardan, sizdən də üzr istəyirəm. Qardaşı da təcavüz üstündə deyəsən tutulubdu, eşitdiyimə, gördüyümə, bildiyimə görə. Yəni bu insanları mən buradan prezidentə dəfələrlə, yenə də sizin vasitəsilə mən heç nə istəmirəm mən sizdən. Bax, pul istəmirəm, para istəmirəm, iş istəmirəm. Bax, heç bir işlə məşğul deyiləm. Öz dəsti xəttim var. Onunla məşğulan balalarımı saxlayıram. Kirada yaşayan bir qadınam. Yəni azdan çoxdan tanıyan tanıyır, istəyən yaxşı yazır, istəməyən pis yazır, özləri bilər. Hamımız anasız. Türkiyədə yaşayan o Azərbaycanın xanımlarına əziyyət çəkirsiniz. Balalarınızı belə bir insanlardan qoruyun. Hansızın evindən oğurluq olubsa, nə qədər Naxçıvan uşaqların evindən oğurluqlar olub. Araşdırsınlar, kim oğuruyub, bəlkə də elə bunların özləri oğuruyubdur. Zəiflərin qabağını tutub pullarını alırlar, güya biz varabız qoyuq. Mən hədəliyir, deyirəm Türk konsulusuna gələcəm. Mənə deyir ki, Türk konsulusuna gələndə qırmızı xalçanı salacam, elə silahla səni orada başından vuracam. Uşağıma üzümə söyüblər, mən çox pis bərbad hallardayam. Özümü yandırmaq dərəcəsində, intihar dərəcəsində gəlmişəm da. Yəni o dərəcədəyəm mən artıq. Xahiş edirəm, yenə dediyim kimi, rəsmi biraz danışa bilmirəm, narahatam. Mən sizdən bu dövlətdən, bax İlham Əliyev, mən sizdən pul, para, heç bir şey istəmirəm, iş istəmirəm, ev istəmirəm. Çox xahiş edirəm ki, mənim səsimi bir bacı kimi, mənim səsimi bir qızınız kimi eşidəsiniz, o insanları bura gətirib cəzalandırasınız. Çox xahiş edirəm sizdən. Allah şəhidlərimizə rəhmət eləsin. Buradan şəhid anaların hamısını əlindən öpürəm, uşaqların üzündən öpürəm. İnşallah balalarınızın toyuna çağırarsınız, mən də sahib çağırarsınız, mən də gələrəm. Gücüm çatdığım qədər iştirak edərəm.
Hər zaman istəyərəm mən sizin yanınızda olum. Prosta mən elə bir patteşka eləyən yoxdur da. Yəni mən toya gedəm və ya uşağımı saxlayam. Nəsə mən də bir pöhrələnəm. Ancaq elə istəyirlər ki, mənə pislik eləsinlər, ancaq mən də aşıb axtarsınlar, ancaq yəni budur. Mən bizim üçün, Azərbaycanımız üçün döyüşən yarımcan olan qazilərimiz var. Bax, gözü olmayan, ayağı olmayan, nə bilim, xəstə yarımcan qazilər qardaşlarımız var. Mən hamısını çox istəyirəm. Mən bilirəm, onlar da məni çox istəyirlər. Mən də buradan o qazilərimizə xahiş edirəm ki, siz necə ki, namuslu, qeyrətli analarımız, bacılarımız üçün, körpə uşaqlarımız üçün gelib canınızı qoyubsunuz, mənim körpə balalarım soyulub. Gələn bir ildən sonra əskəriyə gedirlər. Xahiş edirəm buradan bütün gözəl qazi qardaşlarıma, xahiş edirəm mənə bir bacınız kimi, bir dostunuz kimi siz də mənə dəstək olun, mənim yanımda olun. Ərizələrinizi yazın, xahiş edirəm. Çıxın videolar paylaşın, yorumlarınızda bildirin. Siz də mənə dəstək olun, çox xahiş edirəm. Mənim körpə balalarım söylübdür. Mən sizdən də kömək istəyirəm. Son olaraq tələbiniz nədir və kimə müraciət edirsiniz? Son olaraq mən bu Azərbaycana səslənirəm. Türkiyədəki Naxçıvanlara səslənirəm. Nurjeni sizin orada biriniz çıxıb orada o uşaqları görmürsünüz. Onların gedib tənbih eləmirsiniz ki, bəs ayıb deyil, sizin o məfşinə nə işiniz var? Çıxırsan 2000 nəfər canlının içində deyirsən ki, şəhid ailələrindən pul alır, mahnı oxuyur. Qardaş, mən kasıb qızam. Mənim imkanım olsa hamımız oxuyaram. Mən o böyük artist müğənnilərdən deyiləm ki, varlı çarlı, altımda maşınım olan. Mən marşrutlarda fırlanan bir qızam. O boyda orada Naxçıvanlılar var. Danışanda ağzınızda dolu doluşan yerləşmir. Nurjen orada Naxçıvan ağsaqqalları var, cavanları var. Bəs deyirdiniz, belə ailəm yaşayırıq, belə nə bilim, burada hörmətimiz var, izzətimiz var. Nə oldu? Birisi çıxıb, heç demədiniz ki, o qızla sənin nə işin var? Ayıb deyil, körpə uşaqla söyürsünüz. Hə? O adına səhifələr açıbsınız, pis. Mənim adıma səhifələr açıblar, pis. Mənim uşaqlarımın ağzına üzünə söyüblər. Mən buradan Vilayət Eyvazova səslənirəm. Vilayət Eyvazov, xahiş edirəm, onlar tapılsın, cəzalandırılsın. Mən buradan sizə yalvarıram. Əgər mənim bu şikayətimə baxılmasa, Allaha and olsun, mən hər yerə gedəcəm, özümə qəsd eləyəcəm. Mənim çünki uşaqlarım oğlan uşağıdır, valideynlər. Siz bunu başa düşürsünüz. Oğlan uşağı psixologiyası mineniyasıdır. Bu qız deyil, bu oğlanın mineniyası. Cavan oğlandır, 17 yaşı var. Əskərə gedən bir vaxtıdır. Mən bir ana kimi siz başa düşün, onlar cəzalandırılmalıdır. O 3 nəfər cəzalansın, xahiş edirəm mən. Türkiyədəki Naxçıvanlar, siz də ehtiyatlı olun, belə Naxçıvan uşaqlarına üz verməyin, belə Naxçıvan uşaqlarını çalışdığınız qədər İstanbuldan yollayın.